Salam. Bu videoda ikinci hissə dim test toplusundan ehtimal nəzəriyyəsinə aid bir məsələnin həllini verəcəm. Məsələnin şərtini görürsünüz. Deməli, n sayda mürəkkəb və m sayda sadə ədəddən ibarət çoxluğun alt çoxları arasından təsadüfi olaraq seçilmiş bir çoxluğun bütün elementlərinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, bizim çoxluğumuzun n plus m sayda elementi var. Və bu elementlərdən m saydası sadə ədəddir. Ehtimalın klassik tərifinə görə bilirik ki, hər hansı bir A hadisəsinin ehtimalı dedikdə, həmin hadisə üçün əlverişli hallar sayının, ona mən qısaca ƏHS yazıram, əlverişli hallar sayının, mümkün hallar sayına nisbətidir. Ona da mən qısaca həmişə MHS yazıram, mümkün hallar sayı. Bu, Pascal'ın verdiyi tərifdir. Ehtimalın klassik tərifi. Ona da deyim ki, bütün hadisələr üçün bu tərif doğru deyil. Sadəcə bir modeldə doğrudur o. Əgər mümkün hallar sayı və əlverişli hallar sayı sonludursa, yəni klassik mənada bu tərif keçərlidir. İndi m sayda element sadədir, n sayda element də mürəkkəbdir. Təsadüf olaraq bir alt çoxluq seçirik və həmin alt çoxluğun bütün elementlərinin sadə ədəd olması hadisəsinin ehtimalını tapacağıq. İndi mümkün hallar sayı nə olacaq? Bilirik ki, k elementli bir çoxluğun 2 üstü k sayda alt çoxluğu vardır. M plus m sayda elementi olan bir çoxluğun alt çoxluğunun sayı 2 üstündə m plus m olacaq. Deməli, mümkün hallar sayını tapdıq. Əlverişli hallar sayı nə olacaq? Əlverişli nə zaman olur əlverişli hal? Əgər seçdiyimiz alt çoxluğun bütün elementləri sadədirsə. M sayda element sadədir. Bilirik ki, m elementi çoxluğunda 2 üstü m sayda alt çoxluğu olacaq. Burada bir kritik nöqtə var. Bu alt çoxluqlar arasında boş çoxluq da var. Yəni, boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Amma boş çoxluğun bütün elementləri sadə deyil. Ona görə də 2 üstü m minus 1 yazacağıq. Ki, boş çoxluq olmasın. O zaman bütün elementlər sadə olacaq və həmin hadisənin ehtimalı 2 üstü m minus 1 bölünsün 2 üstündə m plus m olar. Cavabımız D. Növbəti videoda görüşərik. Sağ olun.